Komandir qayıtdı ki, çök. Nə çök Allah? Nə çök? Bir də mən çökmədim. Uşaqlar qayıtdı ki, böyle baxdılar mənə, dedilər ki, bu kimdir, çökmür də, başa düşdü. Komandir qayıtdı ki, sən kimsən? Qayıtdım ki, mən Yavor. Yavor. Mən qayıtdı ki, yaxşı heç olmaz. Uşaqlar göndərdi kazarmaya. Bir də mən saxladı plasta. Deməli qayıtdı, çökmürəm. Çökmürəm. Beləncə şey olmur. İndi qayıtdı, bir də mənə göndərdi kazarmaya istəyərək. Bütün əsgər yoldaşlarımı çağırdı ki, çök qalx. Soyuqdur, 16 dərəcə şaxta var iyul ayında. Bir ayın əsgəriyəm. Hamı indi çəkib qalxır mənə görə, mən də kazarmada istirahət edirəm. Amma lotu öz sözün deməli də başa düşdün. Sənə görə kim əziyyət çəksə çəksin. Heç vaxt. Sən vecil almamalısan o. Başa düşdün. Sonra yanvar aydı bir dəfə komandir mənə qayıtdı ki, get açıq onu təmizlə. Dedim mən evdə heç su tökmürəm, mənim dalımda girən tökür. Kimsən? Mənə qayıtdı ki, bəs söhbət o deyil. Yaxşı olan nə bilim özü nəmini ağarmalıdır, nəmini eləməlidir. Bura əsgəridir, nəmnədir. Dedim ki, sən başın gedib bə, nə danışırsan? Mən qayıtdı ki, şotkan götür, şotka ilə təmizlə. Dedim, üz qıxdığım cilet var, yetim. Mən də kişiləşdim. Dedim ki, komandir, şotka ilə bir sordu, üz qıxdığımı cileti götürdüm, düşdüm canlarına bir-bir, tək-tək, ciletlə təmizlədim. Mən lot alanda nə olar ki? Köşdü. Lotu o demək deyir ki, yəni sən lotsan belə də qalmalıdır. Lotu geri gəlində kimi hərəkətini edib sözünü deməlidir. Arada o heç bir dəfə komandir özü gəldi məndən xahiş elədi ki, evlə danışdır məni. Telefonu xarab olmuşdu, nə olmuşdu indi. Dedim sən mənə bizdən ikiyə yəni nə yaxşılığın deyib ki, başa düşdün. Elə onu deyən kimi çıxartdım bir 10 manat verdi. Dedi ki, qaqa sən bunu gələr kontrol vurarsan da. Dedim emanatçı mən sənin üçün post dağın başında vuracam kontrol. Mən qaqa keç sonda kartı bir dənə kart atım da pulu. Dedim sənin qabanda bankomat deyəm. Dava 10 manat kontrol tez elə. Qoydum buna 10 manat kontrol. Bu da ki paloşda tutacaq bir şey başa düşdüm. Göndərməli də. Göndərdi sonma kontrol mənə. Dedim gələ bir dəqiqəni keçdi vırlasın. Bir dəqiqə icazə verdim ona danışmağa evi ilə. Getdi qırağa danışmağa. Danışamadı, gördüm bir dəqiqəni keçir də. Uşaqlardan bir dənə əl altında başa düşdü. Söz apar, söz gətirək göndərdim onda əzə ki. O xəbərdarlıq elə ki bəs. Dedi ki, belə də. Tez gəldi, telefon qaytardı sonra geri. Belənsə xidməti yola verdik. Müharibədə mən biraz postu belə, necə deyim, məsələn, məni qucağıma götürdüm, başa düşdüm, qaçdım da. Qucağımda yoxa çıxardırdım onları. İllün nətər. Girirdim postu, götürdüm, çıxırdım. Xəbərlər olmur. Götürdüm, pis yox. Götürdüm, çıxdım. Sizə yorğan zad örtün. Bu yeri biraz daha şeydi, ikonikdi, biraz daha şeydi, xəstələm eləyərsə əsgəri qabağı. Nəysə, bu momentdə hərbiçi komandiri zəng elədi mənə. Qayıtdı ki, əsgərini ayırmırsan, dedim işte komandir. Girdim posta erməni, götürdüm, çıxdım da qucağımda. Bu qayıtdı ki, apar o yerinə qoy, mənə əmr verməm. Sən başın gedib ona, əmr nədən ha? Sən bilirsən ki, bu orduda bilmirsən ki, sən bu pozisiyada əmr işinə mən baxıram, Başımı xərabdirsən. Komandir mənə qayıtdı ki, əsgərini sən zəng eləyim arzu eləyəcəm, sənlə məşğul olacaqlar da bu barədə. Dedim, patsan, bura gəl. O da bura gəl deyən ki, başa düşdü, nə eləmək lazımdır.
Mindi Uazına, bir də Uaz vermişdim ona ki, fırlansın da Xocavənddə özü üçün sürsün sağa sola. Nəsə yetim, mindi maşınına. Heç də çox şey eləmədi. Çıx gəldi yanıma nəsə. Gəlib indi posta, oturmuşam çay içirəm. Mənim də komandirim vardı, o paloşdası çay süzmüşdü. Uşaqlarla oturub çay içirdik. Mənə qayıtdı ki, bəs Əli, bu nədə bə, Əli kimdir burada da, başa düşdün? Dedim, mən səncə Əli kim ola bilərdi? Lotu oturub. Orada var idi, nəş yox idi, gündə salırdıq posta. Zəng edirdim, gətirirdilər. Zəng edirdim, naxadı gətirirdilər. Danışlar bir ikisi. Ay, brat, nə danışmaq qardaşım bir şeyində, brat, tutacı. Əzim bilirəm, nə brat? Əzim bilirəm, nə bilirəm, brat? Yox, brat. Yox, bir dəfə mənim də əsgər yoldaşım vardı. Pavajnası bildin necə, bunun pavajnasıdır. Özü öz yaxının nömrəsini vermiş ki, yəni bu nömrəni gələr başa düşdü. Mən öz şəraitə elə ki, mən burada yaxşı fırlanam. Mən ona bildirmiş gittim ki, ehtiyac yoxdur xərəş, nəmə ehtiyac yoxdur, yox, mən biləm də burada öz sözü, vaxtı ki, özü dirçəltmiş adamsan, xalafı bütün ordu tanıyır, ordu sıraları sənin bütün əzizlərini tanıyır, deyirdi mənə, demək sonuna. Belə deyirsənsə, mən sənsi şərait yaratsam. Verdi nömrəsini, nəsə biz bunu çıxartdıq posta. Post uşaqlarla, növbə ilə. Komandir yox, komandir icazə vermirdi. Komandir olmaz. Dözə bilmədi. Ama nəşə dözmürdü. Dözməyib neyəcək? Bilir ki, mən elə bir oğullardan deyirəm, dözməlidir. Özümün əsgərliyində olan şəklimi atıram real. Mən belə idim əsgərlikdə. Real mən. Qardaşım tapar, şəkil Kürdistan olub. Mən buyam, brat. Özünüz də bilirsiniz, mən 1 il 6 ay ancaq qış görmüşəm. Bizə yarılmayıb. Qış, ölümcül soyuq, qar. Real şəkildə, brat. Məsələn, mən yalan danışacağım sənə, hə? Bu daha çok şükür. Burada komandodayım kardeşim. Onu da kayıt almışım YouTube'da vardı. Burada komandodayım brat. Burada güclü xidmət təlimlər keçən vaxt idi. Başa düşdün? Dözülməz ağrılarla təlim keçirdik. Neyse. Düşün bəs deyə dadlar. Şərh sizə çox məlumatlar verdim. Yəni bu